Bugün qızlarım və nəvələrim bizə qonaq gəliblər. Onlar rahatca yerləşənə qədər mən də yoldaşımla birlikdə onlar üçün süfrə hazırladım. Hamının zövqünə uyğun olsun deyə həm sulu ət yeməyi, həm də quru yemək bişirmişdik. Evə yayılan o gözəl yemək qoxusu hamının iştahasını açmışdı. Hamımız birlikdə süfrə arxasında əyləşdik. Belə anların dadı həqiqətən tamam başqa olur. Yemək yeyə-yeyə söhbət etdik, güldük, uşaqların şirin hərəkətlərinə baxıb kef elədik. Bir yerdə içilən bir stəkan çayın, edilən səmimi söhbətin yerini heç nə vermir. Ailə ilə keçən bu gözəl vaxtlar mənim üçün ən qiymətli anlardır. Səhəri gün hamımız səhər yeməyimizi yedik. Amma nəvələrim bizdən tez oyanmışdılar. Oyanan kimi bütün oyuncaqları otağın hər tərəfinə səpələyib öz aləmlərində oynayırdılar. Bir anlıq otağa baxanda elə bildim oyuncaq mağazasında endirim başlayıb. Biz oynayarkən qızım təmizliyə başladı. İlk olaraq süfrəni yığışdırdı, qab-qacağı mətbəxə apardı. Sonra qabların hamısını yuyub səliqə ilə yerlərinə düzdü. Mətbəxi gözəlcə yığışdırdı, hər tərəfi səliqəyə saldı. Ardınca döşəməni elektrik tozsoranı ilə süpürdü. Digər otaqlar üçün isə robot tozsoranı işə saldı. Robot tozsoran hərəkət etməyə başlayan kimi nəvələrimin bütün diqqəti ona yönəldi. Elə baxırdılar ki, sanki evimizə yeni ailə üzvü gəlmişdi. Balaca nəvəm isə robotun qabağını kəsib ona yol polisi kimi əl edirdi. Yazıq robot hara gedirdisə, balacam qabağını kəsirdi. Robot da çaşıb qalmışdı, sağa dönürdü, sola dönürdü, amma keçə bilmirdi. Mən əslində evi səliqəli sevən biriyəm. Amma bu mənzərəni görəndə əsəbiləşmək əvəzinə gülməyim gəldi. Uşaqların xoşbəxtliyi hər şeydən gözəl idi. Biz elə bilirdik ki, robot tozsoran rahat-rahat evi təmizləyəcək. Amma balaca nəvəmin tamam başqa planı var imiş. Qızım artıq xeyli yorulmuşdu. Onu yanıma oturtdum, saçlarını hördüm. Biraz dincəlsin, həm də əzizlənsin istədim. Belə balaca qayğılar da insana çox yaxşı gəlir.
Günün ən maraqlı hadisəsi isə elə bundan sonra baş verdi. Nəvələrim evdə oynayırdılar. Mən də elə bildim ki, sakitcə öz aləmlərində məşğuldurlar. Bir də eşitdim ki, çınq deyə bir səs gəldi. O an ürəyim elə düşdü ki, tez qaçıb baxdım. Daha sonra yenidən yemək hazırladıq, çay dəmlədik. Paltarları yumağa qoyduq. Qızım balaca nəvəmi yedizdirdi. Sonra uşaqlara popkorn partlatdıq. Popkornu böyük həvəslə yeyə-yeyə cizgi filminə baxdılar, oyun oynadılar. Bugün dışarı çıkacağız. Uzun yolda seslendirmesi çok zor değil mi? Ama burada şeyler var. Ha, sen seslendirmesi çok zor yani. Çok güzel. Allah kulağı kuş kişi. Ay kuşa boynuz kişi. Yalnız kaçmada bakma. Daha taşa durmama. Bir kuş çıkar karşına. Sen ne edersen ona. Çöpər açın bir gözün. Qalar iki qaynısın. Beləcə günümüz sevgi, gülüş, söhbət və ailə istiliyi ilə keçdi. Bu cür günlərin qədrini həmişə bilirəm. Allah bütün ailələri bir-birinə bağlı, süfrələrini bol, evlərini isə həmişə uşaq gülüşü ilə dolu etsin.